Kəptər tuxumunun şifalık roli. Kəptər tuxumunun ozuqluq tərkibi mol, məhsulat miqdarı tövən bolğanlıqdan ətiva buyumu hesablanıdı. Kəptər tuxumunun təmi tatlıq, təbiiti mötədil bo'lib, börekni, bədanni quvvatlaydi. Kəptər tuxumu tərkibində vitamin A, vitamin B1, vitamin B2, vitamin D və tömür, kalsiy qatarlıq mineral moddalar var. Onun tərkibidəki kalsiy və tömürnün miqdarı toxu tuxumununkidən yuqori. Kəptər tuxumu teri hüceyrələrinin hayati gücünü yaxşılab, terinin elastikliğini küçeytiş, qan aylanışını yaxşılaş, issiqni yandırıb zəhərni qaytırış qatarlıq rollarga ega. Yana tug'utliq ayollarning bola yotqisining ichida to'xtab qolgan qonni tozalashga yordam beradi. Kəptər tuxumi balalar, yosh o'smirlar, yashanganlar, homildor ayollar, teni ojizlar va aqliy emgakchilarning iste'mol qilishiga muvofiq keladi. Balalarga suv-chechak, ya'ni aqnan chiqib qolganda, kəptərning tuxumidan kuniga 2 dona, u da 3 kun yegizib bersa, unumi bo'ladi.